qiyamətdə bəlli olacaq ki, bax Allah deyəcək, bax bu sənin düzəlməyin üçün idi. Keçdin yanından. Növbəti hadisə çıxartdın, keçdin yanından. Hey onda bunda günah axtardın. Gördün filan kəsi, gördün onu, gördün bunu. Bir dəfə demədin, gördün məni. Bunlar hamısı sənin üçün idi. Qalmışdın elə xarici aləmdə itib batmışdın. Bu hadisələrin içinlə əlaqəsini niyə kəşf eləmədin? Mən hey çalışdım sənə mesajlar göndərəm, sən gözü qulağı tutdun, ötdün, getdin, heç bilmədin niyə yaşayırsan. Bu hadisələrin mənası nə idi? Özü ilə məşğul olan adam dünyadaykən elə qiyamətdəki kimidir. Bir-bir anlayır hər şeyi. Baxır təbəssümlə, hə, bildim bu hardan gəldi. Hər bir hadisəyə belə dodağında təbəssüm yanaşır. Hikmətamiz təbəssüm. Yəni başa düşdüm, bəli, aydındır. Hər bir şey deyir, aydındır. Başa düşdüm, nə üçün bunu edirsən? İnsan özü ilə məşğul olanda baxıb görəcək ki, həyat sən demə təkamül proqramıymış. Sən demə başdan ayağa buymuş. Böyle yanaşanda məsələyə. Amma biz elə yanaşmırıq. Biz elə bilirik ki, biz haradasa Allah var. O Allah bizə yol göstərib. Bizim də bir həyatımız var. Hərdən biri Allah bizim yadımıza düşür. Yox, Allah 24 saat səndən deyilsə, sən Allahı tanımamısan. 24 saat səndəndir. Hər an səndən nəsə söz danışır. Hər dəqiqə səndən nəsə söz danışır. Hamının da başına gələn hadisələr fərqli, öz daxili aləminə uyğun.